Deyirlər ki, elm 3 qarışdır. Birinci qarışı insan gedəndə təkəbbür yaranır. Bu deyir ki, məndən yoxdur. Mən dünyanın bütün biliklərini bilirəm və hamıdan güclüyəm və başqalarına yuxarıdan aşağı baxır, mən bilirəm, sən bilmirsən. Bir qarış gedəndən sonra bunda təvazökarlıq yaranır. Çünki bu ikinci qarışda bu artıq başa düşür ki, bilmədikləri bildiklərindən qat-qat çoxdur. Və ona görə içində bir dənə bir təvazökarlıq yaranır. O Daniel Kruger effekti Bəli. var. Deyir ki, cahil cürəti. Kim ki Cahil. az bilir, daha cürətli olur və Bəli. daha qarantiya ilə danışır. Bizim həkim dostlar var. Deyir ki, peşəkar həkimlə qeyri-peşəkar həkimi ayırmağın xüsusiyyəti var. Biri odur ki, qeyri-peşəkar həkim qarantiya verir. Xəstə deyir ki, mən 100% səni müalicə edəcəm. Bir ancaq savadlı həkim bilir ki, burada ən sadə xəstəlikdə belə, ən sadə əməliyyatda belə elə gözlənilməz hallar Hadisə, ortalığa bəli. çıxa bilər ki, sən heç bir qarantiya verə bilməzsən. Təcrübənin çoxluğu və biliyin çoxluğu səndə özgüvənsizlik yaradır hardasa. Necə özünə güvənirsən, ancaq sən onun təbiətinə, bilmədiklərinə güvənə bilmirsən. Bu ikinci qarışda yaranır. Üçüncü qarışda. Əgər bir insan üçüncü qarışa qədər yol gedə bilsə elmdə, onda məyusluq yaranır. O başa düşür ki, heç nəyi Heç bilmir. bilmir. Ona görə bir insanın danışığından, rəftarından sən bilirsən ki, bu hansı qarışdadır. Əksər insanlar birinci qarışdadılar.